Bəzən insanın ömrü neçə il yaşaması ilə deyil, hansı dəyərlərə sadiq qalması ilə yadda qalır. Məhərrəmov Turan Tərlanoğlu da gənc yaşlarından xidmət etdiyi bayrağı və vətən qarşısındakı borcunu hər şeydən üstün tutub, bu yolda həyatını fəda edib. O, 27 may 2001-ci ildə Zaqatala rayonunun Qımır kəndində dünyaya gəlib. 2007-ci ildə Qımır kənd orta məktəbinin 1-ci sinifinə qəbul olunub. 2018-ci ildə orta təhsilini başa vurduqdan sonra həyatını hərbi xidmət istiqamətində davam etdirib. Turan uşaqlıq illərindən idmana maraq göstərib və bu sahədə özünü inkişaf etdirib. 2018-ci ildə Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq kubokda ikinci yerə layiq görülüb. İdmanla məşğul olması onda dözümlülük, çeviklik və intizam hissini formalaşdırıb. Məhərrəmov Turan 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və ilk olaraq Cəllabadda yerləşən xüsusi təyinatlı briqadada xidmətə başlayıb. Daha sonra Yaşmada yerləşən hərbi hissədə xidmətini davam etdirib və hərbi peşəyə bağlılığını müddətdən artıq xidmət etməklə göstərib. O, 2020-ci ildə Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa və Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında şücaət göstərib. İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilib. Məhərrəmov Turan Vətən müharibəsindən sonra da xidmətini davam etdirib və xüsusi təyinatlı qüvvələrin mənsubu kimi üzərinə düşən tapşırıqları yerinə yetirib. Turan 13 sentyabr 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar zamanı düşmən təxribatının qarşısını alan zaman döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Məhərrəmov Turan Tərlanoğlu Zaqatala rayonu Qımır kənd qəbirstanlığında torpağa tapşırılıb.